Dostum, salamlayıram səni. Deməli, çox Mixail Tal deyirdiniz. Axır ki, Mixail Taldan bir dənə video çəkdim. Yəni oyunlar standart internetdə dolu olan oyunlardır deyə mən çalışıram CS:GO-nun şahmat proqramında o məşhur şahmatçıların az bilinən oyunlarını mən sizə göstərdim. Ancaq o az bilinən oyunun tərkibində bir neçə qurban var. Artıq bilirsiniz ki, mən də bu formal aqressiv hücumları bəyənirəm. Paul Murphy kimi oyunu, Tal kimi oyunları. Tal da Paul Murphy-nin elə bil davamçısıdır, belə deyək. Həmçində Bobby Fischer də onun davamçısıdır. Deməli, Alekhine, bunlar bir tərəfdən gəlir də. Artıq biri o birisinə baxaraq o birisinin oyununu götürür, o birisinin oyun sistemini götürür. Artıq bu ardıcıl olaraq estafet kimi bir-birinə ötürülür. Hal-hazırda Dubovdu da həmin Tal kimi oynayan, Talda bax o qurbanlı oyunları üstünlük verən indi hal-hazırda müasir dövrdə Dubovdur. Deməli, burada ağlar 4 qurban verir və 4 fiqur qurbanı verir. Onun bir neçəsini, ikisini mi yoxsa birini mi boşa qoyur. Yəni rəqibi artıq məcbur edir ki, həmin piyadanı, fiquru götürsün və həmin fiquru götürəndən sonra artıq ağların tempi başlayır və burada çətin vəziyyətə salır. Qaralarda SSR-də hansısa bir şahmatçıdır, heç adı yadımda da qalmayıbdır. Heç desəm də bilməyəsiniz. Sadəcə olaraq bu oyunu mən sizə nəyə görə göstərdim? Qaralar çox olur ki, məsəl üçün qaralarda Siciliya müdafiəsindən istifadə edirlər və Siciliya müdafiəsinə qarşı bizim hansı templə oynayacağımız oyunu məsəl üçün göstərir burada. Siz də bu oyunda məsəl üçün hansısa epizod qabağınıza təsadüfən çıxa bilər və bu gedişləri etməklə rəqibin vəziyyətini pisləşdirə bilərsiniz, ən azından mat eləməsəz də. Və bu oyunlara baxmaq sizə nə verəcək? Yəni o oyunlara baxmaqla artıq siz bilirsiniz ki, məsəl üçün filan vaxtı, məsəl üçün Bob Fischer filan gediş etmişdi və o gedişdən sonra rəqibi vəziyyətini pisləşdirmişdir, yəni yaxşı qalmışdı. Və ona görə də bu oyunlara baxmağınız sizə məsləhət görülür və güman edirəm ki, bu videolarla səndə olan şahmata həvəsi yaradıram. Çayını süzürsən, bilirsən ki, videoya baxırsansa da çayı süzməlisən. Sən çayını süzənə kimi mən davam edeyim söhbətimə. Deməli, çaydan ya kofe fərqi yoxdur. Deməli, ağlarda oynayıbdır və çox maraqlı 4 qurban var və hər bir qurbanın mən açıqlamasını deyəcəyim sənə. Yəqin ki, bu 1-2 dəqiqə çəkər, çox çəkməz. Deməli, otur başladıq. Deməli, artıq oyuna başlayırıq. Deməli, Y4 gedişi ilə rəqib Siciliya müdafiəsi oynayır, C5 gediş eləyir. Burada isə Tal atını F3-ə çıxır. İkinci Siciliya müdafiəsinin ikinci davam yola kimi piyada D6-ya girməlidir ki, növbəti gedişdə atı F6-ya çıxsa qaralar piyadanı qabağa eləyib atı narahat etməsin ağlar. Ona görə də ikinci davam yolu kimi D6 gedişi mütləq olunmalıdır ki, bu Y5 xanasını piyada ilə tutsun. Və bu gedişdən sonra rəqib ağlar əlbəttə ki, mərkəzə verir piyadasını, D4 gediş eləyir, rəqib CD piyadanı götürür. Ağlar isə həmin piyadanı atla götürür. Növbəti gedişdə qaralar F6-ya artıq atını çıxır, mərkəz Y4 piyadasına hücum eləyir. Ağlar isə davam yolu kimi atını C3-ə çıxaraq piyadasını əlbəttə ki, müdafiə eləyir. Bu gedişdən sonra qaralar A6 gediş eləyərək Siciliya müdafiəsinin Naydorf variantına keçir. Bu nə üçündür? Növbəti gedişdə ağ fillə B5-dən şah verərək qaraların vəzir cinahında olan fiqurlarını narahat eləməsin deyə bizim filimiz, ağların fili, qaralar burada A6 gediş elərək filin bax buradan B5 xanasından şah verməyinin qarşısını alır. Ona görə də A6 gedişi eləyir qaralar. Və bu gedişdən sonra artıq vəziyyət dəyişir. Çünki ağlar qara filini, C1-dəki filini C5 xanasına qoyaraq növbəti gedişlərdə atı bağlamaya salmaqdan ötürü filini C5 xanasına qoyur. Və bu gedişdən sonra artıq qaralar qara filinin qabağını açmaq istəyir və piyadasını qabağa eləyərək Y6 gediş eləyir və sonraki gedişdə ağlar birbaşa F4 gediş eləyir. Bildiyiniz kimi, deməli, Siciliya müdafiəsində əsasən ağlar çalışır ki, böyük qala qursun. Çünki böyük qala qurma zamanı deməli piyadalarla hücum başlayır
və piyadalarla hücum zamanı qaralar da digər vəzir cinahından artıq hücum başlayır. Yəni iki tərəfli artıq hücum başlayır və bu hücum zamanı artıq öncədən piyadalarınızı templə qabağa verməlisiniz ki, həmin hücumdan sonra artıq rəqibin o hücumun qarşısını almağa elə gediş məhdudiyyəti olsun. Və burada məsəl üçün tal piyadasını F4 eləyir. Əslində burada birinci növbədə piyadanı F3 eləyib sonra G4 eləmək lazımdır. F3 gedişi nə üçündür? Qaraların atının G4 xanasına gəlməyinin qarşısını almaqdan ötürü. Ancaq burada tal o tempi tutduğunun üçün birbaşa F4 gedişi eləyir. Çünki artıq piyadaya da narahatçılıq yoxdur. Rəqibin də piyadası Y5 xanasında deyil deyə o piyadanı götürə bilmir deyə birbaşa qabağa verir. Və bu gedişdən sonra qaralar da həmçinin o tempdən istifadə eləyərək, yəni o bilir ki, ağlar da böyük qala quracaq və piyadasını B5 xanasına qoyaraq piyadasını biraz da qabaq eləyir ki, yəni o lazım olan məqamda piyadanı qabağa verməklə artıq o tempi əldə saxlasın. Və bu gedişdən sonra artıq qaralar üçün vəziyyət çətinləşir. Çünki burada ata bağlamadaydı bildiyiniz kimi, fili öncədən gəlmişdi və piyadanı qabaq eləyərək gördüyünüz kimi ata hücum eləyir. Rəqib isə burada atı verməkdənsə də piyada ilə götürür və növbəti gedişdə F-Y eləyərək gördüyünüz kimi ata hücum olunur. At bağlamadadır, artıq atı fillə götürmək, piyada ilə götürmək olar. Qaralar isə vəzirini bağlamadan çıxartmaqdan ötürü gətirib C7 xanasına qoyur və burada maraqlı gediş var. Deməli, həmçində C7 xanasına qoymaqla mərkəzdəki Y5 xanasında olan piyadaya hücum olunur. Çünki vursa artıq şah verir və bu gedişdə tal həmin atı götürmür, vəzirini deməli Y2 xanasına qoyaraq piyadanı müdafiə eləyir və bu gedişdən sonra qaralar artıq atının vurulmamağını görərək atını geri çəkir və burada artıq ağların birinci qurbanı başlayır. Deməli, atla mərkəz piyadasını vuraraq şah verir. Şah vermir, daha doğrusu vəzirə hücum eləyir atla. Qaralar isə piyada ilə həmin atı götürür. Burada isə həm belə bir epizod var. Bir dənə diqqətlə baxarsınız. Gördüyünüz kimi qaralar kiçik qala qurmalıdır. Ancaq kiçik qala qurmada artıq burada vəziyyət dəyişib. Çünki Şaquli xətt açılıbdır. Talın da birinci qurbanı o idi ki, Şaquli xətti açsın. Və burada maraqlı gediş, ikinci maraqlı gediş, deməli, vurandan sonra ağlar qala qurur. Qaralar isə filini Y7 xanasına çıxır. Və burada deməli, ağlar vəzirini G4 xanasına qoyaraq gördüyünüz kimi Y6 piyadasına hücum eləyir. Ancaq burada qaralar həmin bizim burada deməli Y5 xanasında olan piyadanı da götürə bilərdilər. Ən azından vəzirlə və yaxud da at da ora baxırdı, götürə bilərdi və həmçinin vəzirlə götürsəydi Y5 xanasında olan piyadanı, həmçinin Y6 piyadasını da müdafiə eləyə bilirdi qaralar. Ancaq burada səhv gediş eləyir, yəni cobud səhv gediş eləyir, vəzirini B6 xanasına qoyur. Heç bir məntiqə sığmayan, ancaq B6 xanasına qoymaqla da həmçinin də Y6 piyadasını vəzirlə müdafiə eləyir. Ancaq burada talın ikinci qurbanı var. Deməli, gördüyünüz kimi vəzir birbaşa piyadaya baxır və ağların da vəziri mərkəzdəki Y6 piyadaya baxır. Yəni, Y6 piyadası getsə qaralar üçün, qaraların vəziyyəti pisləşir və vəzirlə piyadanın arasına bir fiqur qoymaqdan ötürü, yəni əlaqəsini kəsməkdən ötürü tal deməli topunu qurban verir. Deməli, burada məcburdur, çünki vəzirə də burada hücum olunub və burada qaralar məcbur olur ki, həmin topu fillə götürür və burada tal piyadanı birbaşa götürmək əvəzinə, yəni fili burada götürə bilir. Ancaq bu artıq talın ikinci fiqur şeyidir ki, ikinci fiquru vura bilir, ancaq o həmin fiquru götürmür və mərkəzdəki Y6 piyadasını vəzirlə vuraraq şah verir, yəni bunu üstün bilir. Şahın isə bir gedişi var, deməli F8 gedişi eləyir, çünki D8 gediş eləyə bilmir, çünki fil birbaşa D8-ə baxır və burada fil digər filini deməli C4 xanasına qoyaraq bir gedişə mat istəyir. Deməli F7-dən bir gedişə matdır. Həmçində bu gediş nə üçündür? Deməli talın burada
passiv olan H1 topunu templə çıxartmaqdan ötürüdür. Qaralar isə bu fili məcburdur götürsün və burada topla şah verilir. Əlbəttə ki, şah heç hara gedə bilmir, yeri yoxdur və burada deməli məcburdur ki, qaralar bu topun qabağına öz atını qoysun. Burada isə sonuncu qurban, yəni top qurbanı gəlir. Şah artıq qaralar məcburdur ki, həmin topu piyada ilə götürsün və tal fillə H6-dan şah verərək rəqibi mat eləyir. Çox maraqlı partiya idi. Güman edirəm ki, sizin də xoşunuza gəldi. Bu kimi partiyaları mən minlərlə oyunun içindən seçib sizinlə paylaşacağım dostlar. İzlədiyiniz üçün sağ ol, minnətdaram. Fikirlərini rəy bölməsində yazarsan dostum. Sağ ol. Özünə yaxşı bax. Sağ ol.